Bismillahirrahmanirrahim. Səbirsizliklə gözlədiyiniz münazirə haqqında açıqlama vermək istəyirəm. İlk öncə demək istəyirəm ki, münazirə baş tutmadı, olmayacaq. Və bunun səbəbi var və səbəbini mən açıqlayacağam. Siz özünüz, istər bizim müxaliflərimiz, istər bizim müvafiqlərimiz olsun, fərq etməz. Özünüz hökm verin. Ən birinci qeyd etmək istəyirəm ki, münazirəni təklif edən bizik. Və belə deyək, ümumdünya heç arada yazılmasa da qəbul edilmiş bir münazirə qaydası var. Münazirənin şərtlərini və mövzusunu münazirə təklif edən adam qoyur. Qarşı tərəf, münazirə təklifi olunan adam şərtlərə baxır, məqbul görəni qəbul edir, görməyəni isə dəyişdirilməsini istəyir. Mövzuya baxır, məqbul görürsə qəbul edir, məqbul görmürsə rədd edir və yaxud dəyişdirilməsini və yaxud nəsə başqa bir şey olmasını tələb edir. Münazirə təklifini biz etdik, biz münazirəyə çağırdıq, qəbul etdilər. Lakin şərtləri onlar qoydular və mövzunu da onlar təyin etdilər. Bu qəribə bir şeydir. Münazirəyə çağıran bizi, şərti biz qoymalıyıq və mövzunu da biz təyin eləməliyik. Bu məsələnin birinci tərəfi. Bundan keçdik. Münazirəni qəbul etdikdən sonra münazirənin şərtləri barəsində və münazirənin mövzusu barəsində bir şəkil paylaşdılar. Və həqiqətdə mən ilk bu şəkil mənə göndərilən kimi ilk dediyim şey bu oldu. Bunu kim mənə göndərirsə hansı qardaş, ona dedim ki, bu münazirə başlamadan bitdi. Çünki burada qoyulan şərtlər elə bir şərtlərdir ki, bunlar hamısı münazirənin baş tutmaması üçün qoyulmuş şərtlərdir. İndi bu şərtlər üzərində danışacağıq. Kimdərsə varsa bu münazirə şərtlərini təşkil edən şəkil, qoysun qabağına, baxsın bir-bir izah etsin. Çünki bəzi qardaşlar baxırlar buna, başa düşmürlər. Burada nələr danışılıb, nələr qeyd olunub, buradakı şərtlərin altında nələr durur. Çox adam başa düşmür. Mən bundan hamısını izah edəcəm. Kimdə yoxsa bu şəkil, ekranda göstəririk, screenshot edin. Və saxlayın özünüzdə, indi bu şərtlər üzərinə danışacağıq. Ən birinci şərt, baxın, münazirə canlı şəkildə və üzbəüz olacaq. Yəni, hansısa bir sosial şəbəkə üzərindən, TikTok üzərindən, YouTube üzərindən, Telegram üzərindən, Zoom üzərindən yox, canlı üzbəüz. Və özünün də gətirdiyi səbəbləri indi özünüz eşidəcəksiniz, öz səsinə qulaq asacaqsınız. Hansı səbəblər gətirir, nəyə görə bu şərti irəli sürür? Bəllidir ki, mən Azərbaycanda yoxam. Və mənim Azərbaycanda olmadığımı da hamı bilir. Və bu yersiz bir şərtdir. Yersiz bir şərtdir. Münazirənin keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Münazirənin mənfi cəhəti ilə, müsbət cəhəti ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Hətta eyni ölkədə yaşayanlar belə münazirələr internet üzərindən olur. Hansısa bir internet şəbəkə platforması üzərindən keçirilir və heç bir də problem olmur. Gətirdiyi səbəbləri indi biraz sonra axırda səsini sizə qoyacağım, baxacaqsınız. Baxın, görün, bu gətirdiyi səbəblər etibarlı yoxsa yox. Keçirik ikinci şərtə. İkinci şərtə baxın. Qaynaq kitabları Həmbəli məzhəbinin etiqad və usul kitabları olacaq. Çünki qarşı tərəf bizi yeni həmbəllikdə ittiham edir. Yəni, belə başa düşülür ki, mən də ilzam olunuram ki, münazirədə Həmbəli məzhəbinin usul və etiqad kitablarından qırağa çıxmayayım. Bu da yersiz bir şərtdir. Qətiyyən yersiz şərtdir. Sən mənim münazirəm, yəni qarşı tərəfim, məni hansı kitablardan istifadə etməyimi heç vaxt ilzam eləyə bilməz. Mümkün deyil bu. Bu, indiyənə kimi heç kimin qoymadığı bir şərtlərdir. Bu şərt açıq aydın şəkildə, yəni münazirədən boyun qaçırmaqdan ötəri qoyulub. Sən mənim dəlilimin hardan gətirəcəyimi niyə təyin edirsən ki? Mən dəlili hardan gətirəcəm, o sənin nə işinə? Sən mənim dəlilimin gətirdikdən sonra səhliyinə bax və dəlilimdə dəlil yerinə bax. Vəcih-ü şahid deyirlər də, ona bax. Gör, mən qadirəm səhih dəlil gətirməyə. Gör, mən qadirəm dəlil gətirdikdən sonra o dəlildə dəlil yerini göstərməyə. Sən lazım budur. Lazım olan budur. Mən Hənəfilərə də müraciət eləyə bilərəm. Məsələn, Əs-Sicinin İbənə kitabına müraciət eləyə bilərəm. Mən Məliklərə də müraciət eləyə bilərəm. Qayravaninin kitabına müraciət eləyə bilərəm. Mən Şafilərdən Muzəninin Usul-ü Sünnəsində müraciət eləyə bilərəm. Mən Həmbəlilərdən istənilən alimə müraciət eləyə bilərəm. İlkin dönəmlərdə, orta əsrlərdə və yaxud daha biraz mütəəxir dövrdə. Bunun məsələnin heç bir aidiyyəti yoxdur. Mənim münazirəm mənə belə şərt qoya bilməz. Bu şərt qoyula bilər nə zaman? Misal üçün, biz bu şərti Kəlam əhli ilə münazirədə bu şərti qoyuruq. Kəlam əhli deyir ki, biz əhl-i-sünnətik. Biz deyir ki, siz əhl-i-sünnət deyilsiniz. Əgər əhl-i-sünnətsinizsə, o zaman gəlin münazirəyə Əbul-Həsən Əl-Əşəri doğulmamışdan qabaq, Əbu Mansur Əl-Maturidi doğulmamışdan qabaq etiqadınız mövcud idi? Deyirlər, bəli, mövcuddur. Elə isə onlara qədər yazılmış etiqad risalələri və kitablarından etiqadınızı isbat edin. Bu iddiada bu şərt keçərlidir. Amma səninlə mənim aramda olan mövzularda sən bu şərti qoya bilmərsən. Bu şərt qoyulmasının səbəbi aydındır. Nəyə görə qoyulub? Bəllidir. Keçirik üçüncü şərtə.
Münazirə əsnasında nəqillər ərəbcə oxunacaq. Burada heç bir problem yoxdur. Ümumiyyətlə istəyirsən münazirə hamısı ərəb dilində olsun. Heç bir problem yoxdur. Bu şərt yerindədir. Buna müvafiqik. Gəlir 4-cü şərtə. Münazirə qarşılıqlı sual-cavab formasında olacaq, əqidə bəyanı kimi yersiz mövzulara ehtiyac yoxdur. Zaten hər iki tərəf müxalifin etiqadı kifayət qədər bəllidir. Müxalifin etiqadı kifayət qədər bəllidir. Bu şərt də yersiz bir şərtdir. Mən sənə niyə münazirə edirəm ki? Çaşmış, azmış, şübhədə olan müsəlmanlara göstərim ki, ay qardaşlar, bu insan sizin düşündüyünüz kimi deyil. Münazirədə mən sənə sual, etiqadınla əlaqəli sual verməsəm, bu nə münazirə oldu? Yəni, mənim işim gücüm qutarıb. Vaxtım belə boldu ki, gəlim səninlə söhbət edeyim. Səninlə söhbət edeyim. Allah Teala'nın kitabından bir ayə əzbərləyərəm. Bu mənim həm dünyam, həm axirətim üçün böyük mənfəətli bir şey olar. Mən bilirəm ki, siz, bir dənə məsələni qeyd edirəm. Bilirəm ki, siz Allah Teala'nın kəlam sifəti mövzusunda İmam Əhmədin etiqadı üzərində deyilsiniz. Bir dənə məsələni qeyd edirəm. Nə qədər məsələlər var əslində. Birini qeyd edirəm. İmam Əhmədin etiqadı üzərində deyilsiniz. Bu məsələni mən orada qaldırmayacamsa və yaxud bunun mislində onun digər məsələlər. Mən nəyə sənin onda münazirəyə gəlirəm? Bu şərtlərin 4 dənə şərtdir. 3-ü mərduddur, birincisi, ikincisi və dördüncüsü. Üçüncüsü məqbuldur, heç. Münazirənin mövzuya baxın. Birinci mövzu, İmam Əhməd və Həmbəli imamları təfvid etiqadında olubmu? Qardaş, sənə təsirli şəkildə 8-9 dənə rəddiyə vermişəm. O rəddələrin hansı birində mən demişəm ki, sən Həmbəli alimləri haqqında dediyin şeylər yanlışdır. Həqiqətdə yanlışdır, mən bilirəm. Amma bu qaldırılacaq mövzu deyil. Bu münaqişə ediləcək, münazirə ediləcək də mövzu deyil, qətiyyən. Bu o mövzulardan deyil, bu uzanan bir mövzudur və bunun bir faydası da yoxdur. O Həmbəli alimi təfvidçidir, bu Həmbəli alimi təfvidçidir. Misal üçün, deyirsə ki, İbn Qudamə təfvidçidir. İbn Qudamənin təfvidçi olub olmaması ilə əlaqəli istənilən adamla münazirəyə hazırıq. Amma bu mövzu bu deyil. Sən artıq mövzunu açmısan. Sən ümumən sələfə, xüsusən İmam Əhmədə təfvid nisbət etmisən və bu barədə bəyannamələr vermisən, dəlillər gətirmisən, danışmısan, bəyan etmisən, bələdiyyələr vermisən. Bizim mövzumuz budur. Və mən neçə dərsdir, neçə elmi açıqlamada bu haqda səninlə danışıram. Bircə dəfə də olsun, heç bir dərsimdə mən sənə deməmişəm ki, sənin bəzi Həmbəli alimlərə nisbət etdiyin yanlışdır. Qətiyyən, baxmayaraq ki, razı deyiləm. Amma mən bunu qaldırmamışam. Çünki bu münazirəli mövzu deyil. Məzhəbin içərisində təcsimə meyl eləyən var, var. Cəhmiliyə meyl eləyən var, var. İ'tizələ meyl eləyən var, var. Təfvid eləyən də var, təvil eləyən də var. Və bu haqdır, bunu heç kim inkar eləyəməz. Bunu ya cahil adam inkar eləyər, ya da qərəzli adam inkar eləyər. Belə olduğu halda sən hansı Həmbəli alimlərini götürürsən? Demək ki, sənin özünün bir qrup qərar verdiyin alimlər var. Ona görə bu mövzu deyil. Bu mövzu deyil. İmam Əhməd təfvid etiqadında olub-olmayıb mövzumuz budur. Sən mənimlə münazirədə Həmbəli alimlərindən müraciət elə, istədiyin qədər İmam Əhmədin təfvid etdiyini isbat elə. Həneyən və məriyən, problem yoxdur. Müraciət elə. Amma bizim mövzumuz bu deyil. Mən səninlə bu haqda heç zaman bu mövzunu qaldırmamışam. Həmbəli alimləri nə deyirlər? Qətiyyən. Razılaşmasaq da belə. Bu bizim aramızdakı olan mövzudur. İkinci mövzuya baxın. Xəbəri sifətlərin mənasının lüğətdə bilinməsi iddiası nə dərəcədə doğrudur? Ümumiyyətlə, 3 dənə mövzunun üçü də səninlə mənim aramda olan ana mövzudan təfərru eləyən məsələlərdir. Gündəmdə qabardılmış, ortada olan mövzular deyil. İxtilafımızdan doğan mövzulardır bunlar. Sən əsas mövzuları qoymusan qıraqda, əsas mövzudan təfərru eləyib. Əmələ gələn 4-cü, 5-ci dərəcəli mövzuları əsas mövzuya çevirmirsən. Bu da bəllidir, sən buna nəyə görə eləyirsən. Bəllidir. Baxmayaraq ki, bu mövzuda sizinlə razı deyilik. İlişkiyə, ziddiyyətə düşdüyünüz yerlər var, amma əsas mövzu deyil bu. Münazirə əsasında təbii ki, bu mövzu asıla bilər. Asıla bilər, yox 90%də asılacaq. Amma əsas ana mövzu bu deyil. Mən bunun davasını sizinlə qətiyyən aparmamışam. Üçüncü mövzu, xəbəri sifətlərin mütəşabih olduğunu demək cəhmiyyəlikdir, yoxsa yox. Bu ümumiyyətlə, bəlkə də bizim səninlə mənim aramda olan ixtilafda olan mövzunun 10-cu dərəcəli mövzusudur. Məsələ heç aidiyyəti yoxdur. Bu 3 dənə mövzunun heç biri səninlə mənim aramda olan əsas məsələlərdən deyil. Biz sənin bütün şübhələrimə cavab vermişik. Sənin cahilliyini göstərmişik.
Sənin ərəb dilindəki cahilliyi, İmam Əhmədin usulundan və uslubundan xəbərsiz olduğu, sələfin usul və usulundan xəbərsiz olduğu, hamısını sənə göstərmişik. Və neçə-neçə məsələlər ərz etmişik, heç birinə cavab verməmsən. Qətiyyən, toxunmamısan belə. Qətiyyən. Buna görə bu münazirəyə, siz özünüz, bu münazirə daha doğrusu, bəyannaməsinə onlar tərəfindən verilən, özünüz qiymət verin. Yəni bu həqiqətən də münazirə istəyi edən adamın qoyduğu şərtlərdir, münazirə etmək istəyən adamın qoyduğu mövzudur, yoxsa yox. Bu mövzuların heç biri səninlə mənim aramda əsas mövzu deyil. Bunu mən səninlə davasını aparmamışam. İndi bu adamın nəyə görə üzbəüz münazirə istədiyi barəsində gətirdiyi səbəblərə qulaq asaq. Dinləyin. Və bizim münazirə əgər baş tutsaydı, biz tərəfdən olan qardaş bu ilə danışır. Ki, deyir ki, gəl canlıya girək, bilən şərtlərlə danışaq, şərtlər ətrafından danışaq. Qulaq asın. Aleyküm selam var. Bildim. Ben rayoldayım inşallah indi. Mətsə gələnməyəcəm. Bir də Fərid inşallah nə vaxt gələcək Azərbaycana? Yəni biz orada açığa bizim yəni üzbəüz danışmağımız mənim üçün çox önəmlidir də. Çünki qarşı tərəfin müəyyən iddialar var. Təbii ki, o üzbəüzdə daha çox ortalığa çıxacaq. Yəni müəyyən elm məsələlərin isbatı. Yəni mücərrəd olaraq sosial şəbəkə arxasından bir-birimizi görmədən bir neçə nəfərin qoşulması o effektiv bir şey deyil. Əgər Fərid gələcəksə siz ona deyərsiniz, bir ay gələcək 15 günə, bir ay yarıma, 2 ayda problem var ki, yəni biz burada, Fərid burada rəhmət. Gələr elm onda gələndə üzbəüz oturaq danışaq. Allah'ın izniyle. Çünki mənim üzbəüz danışmağım mənim üçün çox önəmlidir. Açılmam bilmirdim mi burada yox. İndi mənim də indi Mənim Azərbaycanda olmadığımı hamı bilir. Bilir ki, mən Azərbaycanda deyiləm. Və mən sənə rəddiyələr verirəm. Və sən o rəddiyələr üzərindən də mənə cavab verirsən. Və mənim bəzi videolarım, hansı ki sən o videolara cavab vermirsən. Danışarkən arxamda Qiblətən məscidi olur, Quba məscidi olur və yaxud Peyğəmbər sallallahu əleyhi və səlləm məscidinin daxilindən olur. Sən də o videolara cavab verirsən. Və yaxud videoların altında mövqeyi qeyd olunur. Bu video hardan YouTube'a yüklənilib? Peyğəmbər sallallahu əleyhi və səlləmin şəhəri. Sən bilirdin mən Mədnədəyəm. Bunu hamınız bilirdiniz. Bunu bizim müvafiqlərimiz də, müxaliflər hamımız bilir ki, mən Azərbaycan deyiləm, Mədnədəyəm. Bu bəllidir. Və bu şərti irəli sürməyini də bəllidir nəyə görə irəli sürürsən. Çünki mənim üzbəüz danışmağım mənim üçün çox önəmlidir. Açılmam bilmirdim burada yox. İndi mənim indi fikrəm çatdırar sizə Allah'ın izniyle. Yox, Fərdin. İndi bizim qardaşlardan biri buna cavab verir. Yox, Fərdin bura gəlməyə uzun müddətdir. Fərid yəni bura gəlməyəcək. 1-2 ay ərzində gələsi deyil inşallah. Yəni elə falan yoxdur. Sosial Telegramda dediyim biz şərtlərin müzakirəsini deyirəm. Digər hansı ki görüşmənin özü TikTok üzərindən canlı yayında orada görüntülü şəkildədir olsa. Yəni belə üzbəüz olmasa da yəni sosial şəbəkədə görüntülü danışıq olacaq. Əgər belə də onu istəmirsənsə problem yoxdur. Oturaq planlaşdıraq. Ümrəyə bismillah. 2 nəfər, 3 nəfər kimdir, nədir, nə tərsə. Qardaş deyir ki, üzbəüz istəyirsənsə, sənin məsrəflərini çəkirik, gedək Ümrəyə. Gedək orada Fərid Ab İbrahimin qonağı olaq. Həqiqətən də mən bütün bu təşkilatçılara biz razıydıq. Ümrə təşkil eləyək, onsuz ibadətdir. Gedək orada da eyni dediyin qaydada qonaqda olayla gəl. Məsələni başa düşən adi sıradan bir müsəlmandır bu qardaş. Elm tələbəsi deyil. Onun yanaşmasına baxın. Fərqi orada qonaq olub, orada da davam edə bilərik. Yəni bir gün, 2 gün ətrafında müzakirə nə istəsəz onu da edə bilərik. O köçü, o bir dəfə Mədinədə yaşayır. Yəni gəlməsi biraz hələlik, yəni alması ediyor. Yox qardaş, mənim ora getmək bir planım yoxdur. Mənim işlərim var, dərslərim var. Özümün başqa planlarım var. Yox, sadəcə o YouTube'da dərs buraxır, deyir, gəl münazirə eləyək. Yəni bunu birinci təklif edəndə, yəni ən azı qabaqla bildirməlidir ki, mən onlayn münazirə. Bu harda yazılıb bu? Münazirə etmək istəyən adam qabaqla deməlidir ki, mən onlayn münazirə edirəm. Hamı onlayn münazirə edir, hamı. Müsəlman ateistlə, ateist müsəlmanla, müsəlmanla müsəlman, nə bilim, demokratla, xristiyanla yahudi, hamı onlayn münazirə edir. Və bunun münazirənin keyfiyyətinə də heç bir əlaqəsi yoxdur. Yəni bunu birinci təklif edəndə, yəni ən azı qabaqla bildirməlidir ki, mən onlayn münazirə edirəm də. Çünki mən bilmirəm axı o burada yoxdur. Amma qabaqla desəydi rahat olardı da. Məsələn ki, biz də o elanı yaymazdıq ki, biz münazirəni qəbul edirik. Biz onlayn zaten münazirə qəbul edirik. Siz o elanı, sən təkcə o elanı düzəltməmsən ki, o elanı sən ətrafınla bərabər düzəltmirsən. Sizin ətrafınız hamınız bilir ki, mən Mədnədəyəm. O elanı siz düzəldiyində bilmirdiniz ki, mən Mədnədəyəm. Ki, düzəltməyərdiniz.
Bildiyiniz halda ki mən məddədəyəm, bunu niyə yalan danışsan sən? Siz bilirdiniz mən məddədəyəm. Deyir ki, biz bilsəydik ki, o məddədədir, biz bu elanı paylaşmazdıq. Niyə yalan danışsan sən? Sənə bu elanı təşkil eləmək istəyən, köməklik eləyən adam bilmirdi ki, mən məddədəyəm. Yaxşı bilirdi. Hətta sən özün də bilirdin. Buna danışana qulaq asın. Bu yersiz, yəni səbəbdir. Münasib edirəm də, çünki mən bilmirəm axı o burada yoxdur. Onun qabağızla bir şeydir, rahat olardı da. Mesela ki, da biz de o elanı yaymazdık ki, biz münazirəni qəbul edirik. Biz onları zaten münazirə qəbul etmirik ya. Yok kardeş, yani o şekilde öyle benim o şey planlarım yoktu ona girmeye. Yani diyorum, ne basık gelse hemen burada olan müddettir. Çünkü özümde gitmeye bakmama yardan ya. Burada olan müddettir gelse elhamdülillah. Oturarı danışarı, senden başına. Ama siz onu biraz təşkil danışın elə, özü gəlsin bura qayıtsın da. Qalan şərtlərdə danışmaq olar. Yəni. Alın bileti gəlsin bura, bir neçə gün qalsın, qayıtsın. Çünki o münazirəni təşrif edib, qardaş, yəni belə bir sınavda demirəm. O başqa bir ölkədə oturub münazirə təklifi olmur əslində. Niyə olmur ki? Başqa bir ölkədə oturan insan niyə münazirə təklif edə bilməz ki? Bu harda yazılıb? Bu hardan çıxdı? Bu nə gülünc və cılız bir səbəbdir. Mən bilmirəm nə dərəcədə fikirlərimi doğru səsləndirirəm, yəni doğru ifadə edirəm. Bir başqa bir ölkədə oturub əslində münazirə təklifi edilmir. Neyse artıq olub, yəni mənim üçün əsas önəmli olan üzbəyiz oturub münazirə etməyimizdir ki, hər kəsə öz elmini ortalığa qoyacaq. Yəni üzbəyiz söhbətlə ondan söhbət edilir şey deyil. Sən zaten rəddiyələrində öz elmi, öz səviyyəni ortaya qoymursan. Sənin elmi səviyyəndən hamı xəbərdardır. Heç kimə gizli deyil. İndi fikir verin, qardaşına nə deyir? Yox qardaş, onun özünün bura gəlməsi məsələsi real deyil. Çünki onun ailəsi uşağı xəstədir, oradan o uşağı zadı bura gəlməsi ehtimalı yox səviyyəsindədir. Amma məsələn bizim oraya gedə bilməyimiz problem yoxdur. Yəni üzbəyiz ümriyə 3 günlük belə düzür qoşub gedib gəlmək olar. Yəni orada işi təmin edilir, 3 gün, 2 günlük belə gedib gəlmək olar, problem yoxdur. Gedib ümrə deyilib, qayda, o acan şeydir. O ki qaldı, orada olmasın, onsuz yaxşı mən daha bilir, burada videolardan da veçdə olduğu çəkilişlərdən də olmadı. Yolun sürəndən də sizin xəbəriniz yoxdur, ayrı bir məsələ. Amma belə ki, münazıranı etmək üçün, yəni 20 yüzlərdə tutmağa ehtiyac yoxdur. Əksər münazıralar istədiyi qədər onlayn şəkildə video görüntü ilə var. Yəni video görüntü ilə elmin ortaya çıxması da məncə problemsizdir. İstədiyiniz şərait üzrə moderator kimi istəyirsiniz, əlavə olaraq kimi nəfər istəyirsiniz, problem yoxdur. Götürək, qulaq olsun, video şəklində qoşulsun, anlıqlı şəkildə də qulaq alsınlar. Oyuna şərtlər tam danışılsın, yəni burada qeyri-adına var, yüzbəyiz olduğu şey, sən eyni sənətlər, eyni kitablar nə gətirsin, gətirir. 5 dəqiqə, 3 dəqiqə saf olmaq danışıla biləcək şeylərdir bunlar. Adi sıradan bir müsəlman qardaşdır, əzizimiz. Elm tələbəsi deyil, amma normal, adekvat düşünə bilir. Sən həmin məsələləri üzbəüz dediyimiz kimi onlayn da deyəcəyik. Hər bir halda qarşı tərəflərin, hər iki tərəfin də elmi səviyyəsi istər onlayn olsun, istər canlı olsun, ortaya çıxacaq. Amacım budursa, bu bəlli olacaq. Bu nə ilə əlaqəlidir? Sənin gətirdiyin dəlillərin qüvvətli olub, zəif olması ilə əlaqəlidir. Dəlillərin nə qədər qüvvətli olacaqsa, bir o qədər mənim cahilliyim üzə çıxacaq. Həmçinin mənim dəlillərim nə qədər qüvvətli olacaqsa, sənin cahilliyin bir o qədər üzə çıxacaq. Ona görə qorxmaq lazım deyil bu məsələdən. Özünə arxeyin olan insan istər canlı, istər onlayn münazirə eləyər. Yox qardaş, onlayn zaten münazirələr olub, biz onları effektiv görmüşük də. Orada səs itirgən nəsə olur, yəni ümumiyyətlə yəni bunun heç effektiv olmur. Yəni birinci məsələ budur. Zaten bu mənim Allahın ailəsində bir baxış almışsın. Yəni mənim ilk şərtim bu olmuş ki, üzbəyiz olacaq. Zaten mən onlayn münazirədə bir effekt görmürəm. Ümumiyyətlə həm də bu münazirə də mən tərəfindən səsləndirilmir. Yəni mənim üçün belə həyati əhəmiyyət daşımır. Sadəcə axırda dərsim buraxılıb, dəvət edildi münazirəyə, mən də zərbat verərək onu qəbul etdim. O dəvət etdiyinə görə. Yox, yoxsa burada əlhamdülillah biz neyə bilərik ki, Allah Teala hamısına var olsun. Yəni biz bir şey etdikdə çalışırıq ki, həm Allah üçün olsun, təbii ki, qarşı tərəfdə yəqin ki, ona çalışır. Allah üçün olsun və effektiv olsun. Əgər gələ bilmirsə yenə deyirəm, mən çox güman sentyabrın kimi buradayım. Əgər görüşə bilsə, onun kimi gəlsə bəli edərik. Gəlməsə yəni artıq biz də qeyd edərik ki, qarşı tərəfdə yalnız onlayn alındığı üçün münazirə başlamadı. Qısa olaraq belə. Bizim başa düşürüm, yəni əslində qırılma ola bilər, amma mən bilən yəni qeyri-adi bir təcrübə yoxdur da. Ondan şəkildə yüzlərlə münaziralar olub, yəni qırılan yer olacaqsa, başı 3 saniyə, 5 saniyə ləngiməklə düzələcək, o yoldan qoyulur. Təbii ki, olmasa başqa zəndə də olmaq adı yoxdur. Hər kəs olsa Allah üçün istəyir nəsə eləsin. Amma məsələn belə bir şey ən rahat variantdan biri, məsələn mən onun uşağı xəstə olmasa rahat deyərdim ki, 2 gün, 3 gün xərci çəkilik gəl qayıt, onu eləyə bilər. Yoxsa uşağın vəziyyəti elədir ki, uşaqlığı çalınmır. Yəni məsələ orasında. Amma məsələn biz özümüz xərcimizi biz tərəfdən çəkə bilərik. Yəni alınırsa, siz də 2-ci günü ümrəyə də gedə bilərik. Və ya da ki, birbaşa gedib Mədinədən qayıda bilərik. Yəni sizin xərciniz mənim boyumda, heç bir problemi yoxdur. Gedib gələ bilərik. Yəni qalmağı da, yol pulu da hamısı da. Bu məsələləri, yəni sıradan bir müsəlmandır, qardaşımızdır. Elm tələbəsi deyil, amma məsələləri normal, adekvat şəkildə başa düşən birisidir. İndi siz özünüz baxın, qardaşlar. Bu insanın, bu yeni həmbəlinin münazirə üçün qoyduğu şərtlər, qoyduğu mövzu
üzbəyiz olması üçün gətirdiyi səbəblər, bunlar etibarlı səbəblərdir, yoxsa etibar səbəblərdir? Biz tam yəqinik ki, bunlar hamısı münazirədən boyun qasırmaqdan başqa bir şey deyil. Münazirədən boyun qasırmaq üçündür. Əslində heç münazirəyə ehtiyac yoxdur. Və əslində sən heç münazirə ediləsi kateqoriyaya da aid deyilsən. Sadəcə biz bəzi çaşmış, şübhəyə düşmüş qardaşlara göstərmək istəyirik ki, bu insan sizin düşündüyünüz kimi deyil. O orada kameranın qabağında oturub tək danışır ha. Üzbəyiz o onu danışa bilməz. O cür dəlilləri gətirə bilməz. Biz bunu ispat eləmək istəyirik. Əslində ehtiyac yoxdur səninlə danışmağa. Heç bundan sonra da ehtiyac olmayacaq. Sənə yüzlərlə məsələ qoymuşuq ortalığa. İmam Əhmədin adından, Sələfin adından danışdığın yalanları ispat etmişsən, bunlara cavab ver. Bunlara cavab ver. Sən bunlara cavab ver, əslində heç münazirəyə ehtiyac yoxdur. Bu bizim münazirə açıqlamamız idi. Doğrusunu Allah bilir. Siz özünüz qiymətləndirin. Nə dərəcə doğrudur bu insanın gətirdiyi səbəblər. Həqiqətən etibarlı səbəblərdir, yoxsa etibarsız səbəblərdir. Doğrusunu Allah bilir. Elhamdülillahi Rabbil alemin.